Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bu günlərim cacənin izahını verəcəm sizə. Cümlə daxilində sözlər işlənib, həmin sözlərin daxilində cacə var. Gəlin baxaq. Anam rusca oxuyur. Oxuyur. Kim? Anam. Deməli, rusca sözünü götürürəm. Görüm cacə şəkilsi nədir? Yadınızda saxlayın ki, uşaqlar, bir qayda olaraq cacədən əvvəl müəyyən bir dil gələrsə, məsələn, ingilis, rus, fransız, alman, plus cacə olarsa, hökmən orada zərf olacaq. Yəni, zərf düzəldən şəkilci formasında. Dayım onda zərrəcə ağıl yox imiş dedi. Aha, zərrəcə sözünə baxın. Deməli, yadda saxlayın ki, uşaqlar, əgər qədərdən əvəz edə biləcəmsə, zərrə qədər ağıl yox idi deyə biləcəmsə, orada hökmən cacə şəkilcisi olacaq qoşma. Qoşma. Daha sonra, Məmmədxanın bircə yaşı var idi. Deməli, bircə sözünü görürsünüz. Uşaqlar, yadda saxlayın. Say plus cə olanda burada ədat olacaq. Cacə qüvvətləndirici ədat formasında işlənəcək. Ədat. Deməli, bax, bir sözünü mən 2, 3, 4, 5, yəni müəyyən saylardan əvəz edə bilirəm. Məmmədxanın 1 yaşı var, 2 yaşı var, 3 yaşı var deyə bildimsə, deməli, olacaq ədat. Deməli, uşaqlar, cacənin işlənmə formasını başa saldım. Qısaca onu deyim ki, sizə, müəyyən bir dil olanda, plus cacə olanda olacaq zərf düzəldən şəkilçi. Zərrəni qədərlə əvəz edəcəmsə, zərrə qədər ağıl yox idi dedi. Onda olacaq qoşma. Üçüncü formada say plus cə olanda ədat olacaq. Əgər həmin sayda digər saylardan əvəz edirəmsə, deməli mütləq ki, ədat işlənibdir.